HPV insan papiloma virusu bədəndə uzun müddət gizli qala bilən və zamanla papiloma və uşaqlıq boynu dəyişiklikləri kimi problemlərə səbəb olan virusdur. Papilomanın sadəcə götürülməsi problemi tamamilə həll etmir, çünki əsas məsələ virusun özüdür. Əgər virus bədəndə qalırsa, törəmələr yenidən yarana bilər. Bu səbəbdən düzgün müalicənin İlk mərhələsi virusun tipinin dəqiq müəyyən edilməsidir. Bioloji təbabət inteqrativ müalicə mərkəzində həyata keçirilən 28 tip HPV paneli vasitəsilə həm yüksək, həm də aşağı riskli virus növləri aşkarlanır. Bu analiz gizli riskləri vaxtında müəyyən etməyə və müalicəni düzgün istiqamətləndirməyə imkan verir. HPV müalicəsində istifadə olunan əsas terapiyalardan biri Helixor Viscum album, yəni öksü otu terapiyasıdır. Helixor Almaniyada istehsal olunan və inteqrativ tibbdə geniş istifadə edilən təbii immun dəstək preparatıdır. Helixorun tərkibində olan aktiv maddələr immun sistemini gücləndirir, virusla yoluxmuş hüceyrələrin məhv edilməsinə kömək edir. Orqanizmin özünü bərpa prosesini aktivləşdirir. HPV, herpes və digər xroniki virusların aktivliyini azaltmağa dəstək olur. Helixor yalnız simptomları yox edən vasitə deyil, orqanizmin immun sistemini aktivləşdirərək bədənin özünü müdafiə və bərpa qabiliyyətini gücləndirməyə kömək edən inteqrativ yanaşmadır.